5-ci sinif testindən deməli natural ədədlərin toplanması və çıxılması bölməsində variant A variantına baxaq, səhifə 92-də. Deməli, A variantını işləyək. Birinci sualda deyilir ki, azalan və fərqi verib çıxılanı tapın deyir. Azalan, çıxılan və fərq. Azalanı mənə necə veribdir? Azalan 332-dir. 332 gətirib yerinə yazırıq sadəcə. Çıxılan və fərqimiz neçədir? 48-dir. Buradan çıxılanı biz deməli bərabərliyin sağ tərəfinə yerləşdirsək, keçirsək və 48 də bərabərliyin sol tərəfinə keçirsək, olacaq nə? Çıxılan bərabərdir. Bu mənfi idisə, olacaq nə? Müsbət. Çünki işarə də dəyişir. İşarəni də bərabərliyin sağ tərəfinə və sol tərəfinə keçirəndə işarə dəyişir. Mənfi olacaq müsbət, müsbətdirsə işarə olacaq mənfi. Deməli, 332 çıxılsın 48. Çıxılan nəyə bərabərdir? 12-dən 8, 4, 3 yox, burada 2 qalır. 2-dən 12-dən 4 çıxsa 8, burada 3 yox, 2 qalır. 284 cavabımız olacaq D-bəndi. Sonra ikinci suala baxırıq. Ədədlərin deməli fərqi onların cəmindən neçə vahid kiçikdir? Ədədlərin fərqi onların cəmindən neçə vahid kiçikdir? Bir dəfə fərqini tapacağıq. 4236-dan çıxmalıyıq 1487. Bir dəfə də cəmini tapmalıyıq. 4236 üstə gəlinsin 1487. İndi baxaq görək nəyə bərabərdir. 16-dan 7 çıxsaq deməli 9. Burada 3 yox, 2 qalır. 2 qalır. 12-dən 8 çıxsaq 4. Burada 2 yox, 1 qalır. 11-dən 4 çıxsaq 7. Burada 4 yox, 3 qalır. 3-dən 1 çıxsaq 2. İndi 7 üstün 6 gəndə 13, 3 yazırıq bir yadda. 8-in 3 gəndə 11, bir yadda 12, 2 yazırıq yenə bir yadda. 4-ün 2 gəndə 6, bir yadda 7. 4 bir gəndə 5. Yəni deyir ki, bunların fərqi, onlarınca bu fərq cəmdən necə vahid kiçikdir. Yəni biz böyükdən kiçik çıxmaqla tapmış oluruq cavabı. Yəni 5723 çıxılsın nə? 2749. Deməli 13-dən 9 çıxanda 4. Burada 2 yox, deməli 1 qalır. 11-dən 4 çıxsaq 7. Burada 7 yox, 6 qalır. 6-dan 16-dan 7 çıxsaq 9. Burada 5 yox, 4 qalır. 4 qalır. 4-dən 2 çıxsaq 2 eləyəcək. Yəni 2974 vahid kiçik olarmış. Cavabımız A bəndi. Sonra digər suala keçək. 3-cü sual. Ədədləri qeyd olunmuş mərtəbələrə qədər yuvarlaqlaşdıran və ifadələrin qiymətini tapın. Yuvarlaqlaşdıraq. 2399, 2 milyon, deməli 1000 milyon milyar. 2 milyon 299 milyon 684 min 321. Yuvarlaqlaşdıranda necə bir baxırdıq? Deməli, burada da yuvarlaqlaşdırmanı istəyir. Digərimizdə nə idi? 5, 7, 3, 648 min 421. 5'ə qədər yuvarlaqlaşdırmanı istəyir. Deməli, indi 3-dən sonra nə gəlir? Baxın, 9 gəlir. Belə qeyd edirəm. Hansı ədədir ki, yuvarlaqlaşdırmanı istəyirsə, ondan sonraki gələn ədədə baxırsınız həmişə. Əgər dedik ki, 5, 6, 7, 8, 9 bu rəqəmlərdən biri gələrsə və həmin bu yuvarlaqlaşdırılmasını istədiyimi, hansı ki ədədi ki yuvarlaqlaşdırmanı istəyirsə, o ədəd bir vahid artacaq. Yox, 0, 1, 2, 3, 4 gələrsə, 0-dan 4-ə qədər rəqəmlər gələrsə, o zaman ədədimiz olduğu kimi qalır, qalanları da 0-a çevriləcək yenə. Deməli, 3 olacaq nə? 4. Çünki 3-dən sonra 9 gəldi. 2, 3 olacaq 4, qalanları da 0-a çevriləcək. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 0 olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Sonra 5'imiz olacaq nə? 6. 5'dən sonra çünki 7 gəlir. 6, 1, 2, 3, 1, 2, 3, 1, 2. Sonra indi deyək ki, bunları qiymətini hesablayaq. 3, 3, 0, 3, 0. Sonra 3, 3, 0, 0, 0, 4 və 2. Burada 2 idi. Burada da deməli nə olacaq? Daha doğrusu burada bir dəqiqə. Burada 5. 5 yox, 6 idi. Burada 0, burada 6 idi. Bunu yuvarlaqlaşdırdıqda. Burada 4, bir də 2 olacaq.
İndi mən bunları hesablamalıyam. 0, 0, 0, 0, 0, 0, 0, 0, 64, 10, 2 bir 7, 3. Deməli, təhlükə səviyyəm 20 milyon, milyar, 3 milyard. 3 milyard olacağımız hansı bənddə? O bənddə. Sonra keçək digər varianta. Yük qatarı 39 saata 1560 kilometre getdi. T bərabərdir 39 saata. S bərabərdir 1560 kilometr yol getdi. Üstümüz necədir? S bərabərdir VT. S gedilən yol V sürət T də zamandır. Sürəti bundan 38 km/saat çox olan sürət qatarı həmin məsafəni 2 saata getdi. S bərabərdir VT-dən. Mən nəyi tapmalıyam? Mənim T var. Baxın, burada T var. S var, V yoxdur. Deməli, V nəyə bərabərdir buradan? V bərabərdir S bölünsün T. İndi yeri yazıb hesablayaq. S-imiz nədir? 1560 bölünsün 39-a. 1560 39-a bölsək necə qalacaq? Deməli, 40 qalacaq. Ödəyirmi? Deməli, 9 və 4 36. Ödəyir. Deməli, sürətimizi tapdıq 40 km bölünsün saat. İndi sürəti bundan 38 km çox olan saat. Yəni 40-dan 38 km çox olan saat, deməli olacaq necə? 28 km. Bu sürəti bu qədər olan, deməli qatar həmin məsafəni, yəni S bərabərdir 1560 km məsafəni neçə saata gedər? İndi T bərabərdir, burada S bölünsün V-ni tapmalıyam. T bərabərdir S bölünsün V. S-imiz nə olacaq? 1560 bölünsün 78. 1560-da 28-ə bölündü 2 dəfə 20. Deməli, bu ifadəni bir-birinə bölsək 2, 0-da yanında əlavəsi olacaq 20. Deməli, 20 saata gedərmiş. Cavabımız A bəndi. Sonra deməli, tənliyi həll edən sadə tənlikdə x çıxılsın. 478 bərabər nə? 323-ə. X bura nəyə bərabərdir? Bunu bərabərlə saat əmrinə keçirsək, 323 gəlsin 478. Çünki mənfi də olacaq, müsbət x də bərabərdir. 8 3 gəlsin 11, 7 üstə 2 gəlsin 9, 1 deyək 10, 4 üstə 3 gəlsin 7, 1 deyək 8, 801 olacaq cavabımız D bəndi. Sonra digər suallara baxaq. ABCD nöqtələri yazılan ardıcıllıqla düzgün xətt üzərində qeyd olunub. Yazılan ardıcıllıqlar, yəni A, B, C və D. Ardıcıllıqla deyilirsə, ardıcılı düzməlisiz. AD-miz nə qədərdir? 81. Buradan bura 81. CD-miz 36. Bu 36 veribdir. AB-miz 39 verib olarsa, BC-nin x-dir. BC-nin uzunluğunu tapın. İndi ümumi AB, AD parçasının uzunluğu nəyə bərabərdir? AB üstə gəl BC, üstə gəlsin CD. Həmişə yadda saxlayın ki, parçanın uzunluğu, ümumi parçamız nədir? AD parçasının uzunluğu bölündüyü parçaların, bölündüyü bu parçaların uzunluqları cəminə bərabərdir. Yəni AD bərabərdir AB üstə gəl BC, üstə gəl CD. Deməli, formada. İndi AD-miz nə idi? 81 idi. Bərabərdir AB 39, BC olacaq x, DC-miz olacaq 36. 81 üstə bərabərdir. 39 36 gəlsək 9 6 15, 3 üstünə 3 6 1 deyək 7, üstə gəl x. X-imiz burada nəyə bərabərdir? 81 çıxılsın 75-ə. X nəyə bərabər olacaq? 81-ə 75 çıxsaq eləyəcək 6 santim. X-imizi bizdən soruşur da BC-yə bərabərdir elə. X də bərabərdir BC. Cavabımız olacaq 6A bəndi. Sonra keçək digər suala. Ən böyük 6 rəqəmli ədədlə ən kiçik 5 rəqəmli ədədin fərqini tapın. 6 rəqəmli ədəd deyilir. Deməli, ən böyük 6 rəqəmli ədəd, yəni 9, 9, 9, 9, 9, 9. Rəqəmlərə görə müxtəlifdirsə, onu 9, 8, 7 formada qeyd edəcəkdik. Ən böyük 6 rəqəmli ədədlə ən kiçik 5 rəqəmli ədədin fərqini tapın deyil. 5 rəqəmli, ən kiçik 5 rəqəmli ədəd 1, 0, 0, 0, 0. Bu formada yazırıq. Çıxsaq, deməli 9, 9, 9. 9-dan 1 çıxsa 8, 9. Olacaq cavabımız nə? Deməli, 989.000
999 bu formada qeyd edirik. Cavabımız bir bəndi. Sonra 8 nömrəli sualda azalan çıxılandan azalan, çıxılan və çıxılan mislidir. Deməli, azalan çıxılandan 54 vahid böyükdür. Azalan, çıxılanın 54 vahid böyükdür. 54 vahid böyükdürsə çıxılanımız x. Azalanda çıxılan 54 vahid böyükdür axı. 54 vahid böyük deyəndə toplayırıq həmişə. Vahid kiçik desəydi çıxırıq. Dəfə böyük deyəndə vururuq, dəfə kiçik deyəndə bölürük. Deməli, çıxılan azalandan 7 dəfə kiçikdir. Çıxılanda azalandan 7 dəfə kiçikdir. Deməli, çıxılan azalandan 7 dəfə kiçikdir. Olacaq onda 7 dəfə kiçikdir. Yəni, azalan 7 dəfə böyük olacaq da. Əgər çıxılan azalandan 7 dəfə kiçikdirsə, demək ki, bu böyük olacaq. Vəssalam, bu formada deməli, çıxılanın 5 mislini deyir, tapın. İndi, tapaq, azalan, çıxılan və fərqi bizə verməyib. Deməli, bu formada qeyd edeyim. Bir dəqiqə. X plus 54 bərabərdir X-a. Və deyir ki, çıxılan da azalanın 7 vahid böyükdür. Vəssalam, bu formada yazırıq. 7-ni X-a vuracaqsınız, paylaman qanunu tətbiq edəcəksiniz. 7 vursun X, 7X. Üstə gəlsin, 54-ü 7-yə vursaq. Deməli, 7 dəfə 54-ü bir dəqiqə yazaq bunu. 7 bərabərdir X-a. Deməli, 54 dəfə deməli kiçikdir. Bir dəqiqə üzr istəyirəm. Bura 7-ni mən bura yox. Bura qeyd eləməliydim. Əgər çıxılan tənliyi belə qururuq. Ümumiyyətlə tənliyi belə qururuq. Çıxılan deyir azalandan 7 dəfə kiçikdir. Hansı kiçikdirsə, yəni ədədimiz, rəqəmimizi ona biz vurmalıyıq. Kiçiyə vurmalıyıq ki, tənliyimiz bərabərləşsin. Yəni x plus 54 bərabərdir 7x-a. İndi 54 bərabərdir 7x çıxılsın nə? X-a. 7-də x-dan x çıxanda eləcək 6x bərabərdir 54-ə. X də bərabərdir. Burada vurma olduğuna görə x-i saxlasaq və 6-nı bir tərəfə keçirsək 54 bölünsün 6. X də bərabər nə? 6 dəfə deməli 54 6-ya bölünsün 8 dəfə 6-nın 54. Üzr istəyirəm 9 dəfə 6-nın 54. 9 x-imiz bərabərdir 9-dur. Mənə nəyə soruşur? Çıxılan 5 mislini tapın. Çıxılanımız elə x idi. 9 idi. O x bərabər 9 idi. 5 mislini də deyəndə 9-da 5-in 45 olacaq. Vəssalam. Sonra 45 cavabımız, demək burada da cavab olacaq. Olacaq 45. Sonra misal 9-a. Deyir ki, 2-nin kvadratın, baxın 2-nin kvadratı, biz ardıcılığa burada fikir verməliyik. 2 plus 1 veribdir. 3-ün kvadratı çıxılsın 2-nin kvadratı 3 plus 2 veribdir. Elə ki, buradakı hər nədirsə, onu burada cəminə verib. Buradakılar nədirsə, onu cəminə verib. Sonra 3 üstə gəlsin 2 edib 5. Burada cəmləyib 3 veribdir. Sonra burada nə veribdir? Baxaq, 4-ün kvadratı çıxılsın 3-ün kvadratı 4 plus 3, 7. Bu formada bizə cavab veribdir. İndi qanun uyğunluqdan istifadə edərək 123-ün kvadratı çıxılsın 122-nin kvadratı nəyə bərabər olacaq? Digərlərinə nətər bunda da elə 123 üstə gəlsin 122 toplayacaqsınız. Deməli 5, 4, 2, 245 cavabımız bu olacaq. Sonra misal 10'a baxaq. 1 plus c'miz 54 veribdir bizə. A ifadələr üçün uyğunluğu müəyyən edin. Birincini hesablayaq. 256 üstə gəlsin B, üstə gəlsin C plus 12. Uşaqlar, burada mötərizələri biz ata bilərik. Nəyə görə ata bilərik? Çünki onsuz da bunların hamısı üstə gəldi. Üstə gəlsə, siz mötərizələri rahatlıqla ata bilərsiniz. Çünki, baxın, burada hər mötərizənin qarşısında üstə gəl işarəsi var. Burada da qeyd olunmayıb, amma üstə gəldi. Yəni, qeyd olunmayanda biz bilirik ki, o üstə gəldi. Ona görə biz mötərizəni rahatlıqla ata bilərik. Deməli, indi qeyd edək cavabımızı. Bir üstə gələcəyini mən nə veribdim? Mən bunları toplayım əvvəlcə.
256 ilə 12-ni toplasam 8, 6, 2. Bir üstə gəlsin C-də bizə 54 veribdir. İndi toplayaq. 8 üstə gəl 4, 12. 2 yazırıq bir yadda. 6 üstə 5 gəlsin 11, bir yadda 12. 2 bir yadda 3, 322. Sonra 2-ni hesablayaq. 300 üstə gəlsin, B üstə gəlsin C plus 15. B üstə gəlsin 300 üstə 15 gəlsin 315 eləyəcək. B üstə gələcəyimizdə mənə nə veribdir? 54. Beləcə 369. Sonra üçüncünü hesablayaq. B üstə gəlsin 16. Üstə gəlsin 47. Üstə gəlsin C. Bərabərdir. B üstə gəlsin C-ni mənə 54 veribdir. 16 ilə də 47-ni toplasaq 63. Bərabərdir. Deməli 117. İndi baxın birincidə həll edib cavab nə alır? 322. Yəni 1-ə uyğun cavab gəldi Y. 1-ə uyğun Y gəldi. İkincinin cavabı nə alır? 369. Yəni A bəndə uyğun gəldi. 117 də deməli hansına uyğun gəlir? C. 3-də C uyğun gəldi. 10 nömrəli sualda həmişə işləyəndə bu formada bir-bir ayrı aralıqda həll etməlisiniz ki, cavabı ala biləsiniz. Bu qədər A variantını işlədim. Digər variantlarını işləmək özünüz işləyirsiniz. Artıq digər variantlar sizdikdir. Çünki sualların hamısı eyni formatda olan suallar, yəni fərqli sual tipləri yoxdur.